Hər vaxtınız xeyirli olsun. Hamınızı salamlayıram. Bugün sizlərə atamın əmsi, xalq qəhrəmanı Seyid Əmidlə bağlı bir neçə olmuş hadisəni danışacağım. Bu hadisələrdən birincisini mənə Seyid Əkbəroğlu, Seyid İsa danışıb, Allah ona da rəhmət eləsin. Demək, birinci Erməni-Azərbaycan müharibəsinin 18-ci illərdə baş verən müharibənin qızğın vaxtlarıymış. Seyid Əmidin döyüşçülərindən birinin, Seyidlər kəndindən olan döyüşçülərindən birinin atası rəhmətə gedir. Seyid Əmid həmin döyüşçü ilə bərabər bir neçə də yaxın silahdaşı ilə bərabər Seyidlərə gəlir. Tabii ailəyə başsağlığı verir. Görür ki, oğlu atası ilə vidalaşır. Sonra o bir əskərlərindən oğlana xəbər göndərir ki, hazırlaş, birazdan çıxacaq. Oğlan gəlir, Seyid Əmidə deyir ki, Seyid Əmid icazə ver, qalım sabah atamı dəfn edeyim. Seyid Əmid də ona icazə vermir, deyir ki, sənin atanı dəfn eləməyə kənddə yaşlı adamlar, uşaqlar, qocalar, qadınlar var. Amma səngərdə səni əvəz eləyəcək əskərimiz yoxdur. Ona görə də sən məndən getməlisən. Və əskəri götürür, qayıdır cəbhəyə. Bax, belə ciddi disiplinli bir komandan olub Seyid Əmid. İkinci bir hadisə yine müharibə illərinə aid. O bölgelərdə şişirdilmiş, özünün saxta, qeyri-insani hərəkətləriyle ad çıxarmış bir adam olur. O da öz dəstəsi olur, belə deyək. Artıq quldur dəstəsi mi, yəni döyüşçüsü mü, neymi? Bu adam Seyid Əmidə hər vasitə ilə mane olmağa çalışır və onun xalq arasında olan nüfuzunu aşağı salmaq üçün müxtəlif hilələrə əl atır. Yenə bir gün döyüşlərin qızğın vaxtında, bu Zabuq tərəfdə gedən döyüşlərin vaxtında Seyid Əmidə deyir ki, sənin döyüşçülərin bəs yorulublar, məndə yaxşı döyüşçülər var, mən bugün göndərim o döyüşçülər sənin filan mövqedəki döyüşçülərini əvəz eləsin. Seyid Əmid əvvəl razılaşmır, sonra nəysə bu adam təkidlə istəyir, deyir, hə, göndər gəlsin. Seyid Əmid bu əskərləri qoyur, bu adamın əskərlərini ora. Çox önəmli bir mövqeymiş. Düşmənlə birbaşa üzbəüz olan bir mövqedə. Öz əskərlərini də başqa biraz, belə deyək, ikinci dərəcəli mövqeyə göndərir. Amma özü şübhələnir bu dediyim o saxtakardan. Gəlir həmin onun əskərlərinin olduğu yerə bir müddət sonra, bir axşam təzə qaranlıq vaxtı gəlir, görür ki, əskərlər, bunun əskərləri silahları qoyub aradan çıxıblar. Seyid Əmid artıq geri qayıdıb ora əskər göndərə bilmir. O vaxtda da indiki kimi radio əlaqə və s. olmadığı üçün həmin gecə babam o artıq 100 metr mi olub, 200 metr mi olub o cəbhənin uzunluğu, o mövqeyin uzunluğu. Demək, silahları bir mövqedə atıb, keçirmiş o biri mövqeyə, sürünə oradan ora, o 100-200 metrlik həmin o mövqedə səhərə qədər növbə ilə o qoyub qaçan əskərlərin silahlarından ateş açır ki, erməni elə bilir ki, əskərlər hələ də mövqelərindədir. Səhər işıqlanır, artıq o üzbəüz atışmalar dayanır. Seyid Əmid öz əskərlərini gətirir, yenidən qoyur mövqeyə. Bax, beləcə, demək, o saxtakar elə bilmişdi ki, Seyid Əmid orada onları yoxlamayacaq və erməni də həmin mövqeni boş görüb oradan hücuma keçəcək. Amma Seyid Əmid həmin o saxtakarın planını alt-üst eləmişdi və sonradan da bildiyiniz kimi ermənilər torpaqlarımızdan qovub çıxarmış və qələbə qazanmışdı. Seyid Əmid belə həm də strateji cəhətdən ağıllı bir komandan olduğunu belə vəziyyətlərdə sübut eləmişdi. Üçüncü bir hadisə, Seyid Əmid artıq Sovet qurulandan bir neçə il sonra, bilirsiniz, Sovet qurulanda ilk vaxtlar
Seyid Əmidə güya yaxşı münasibət bəsləmiş, ona bəzi vəzifələr vermiş, vəzifələrdə olmuş. Amma sonradan Seyid Əmidi müxtəlif bəhanələrlə həbs eləməyə çalışmış. Bunu da görən Seyid Əmid öz dəstəsi ilə qaçaq həyat sürmüşdü. Həmin qaçaq həyat sürdüyü bir vaxtlar, səhv eləmirəmsə, Alxaslı kəndində olduğu zaman ona xainlər onu satırlar, bəzi xainlər və Seyid Əmidi orada həbs edirlər. Seyid Əmidi həbs edirlər, gətirirlər, indi Laçına gətirəcəklər. Yəqin ki, Ağca kəndin altından keçir, Qoşa suya tərəf gətirmək istəyəndə səhər tezdən Seyid Əmid deyir ki, atın üstündə əli bağlı bir nəfər atlı da qabaqda, biri arxada, bir neçə atlı ilə aparırlar Seyid Əmidi. Seyid Əmid Qoşa su kəndinə yaxınlaşanda deyir ki, mənim, o bunu aparan, həbs eləyən adamlara deyir ki, məni ya qolumu açın, ya da gəlin kəndin içindən aparmayın da, başqa yerdən aparın. Çünki mən qolumun bağlı olduğunu görmələrini istəmirəm. Bunlar da açmırlar. Orada səhv eləmirəmsə, Qoşa su ilə Ağca kənd arasında, oranı dəqiq bilmirəm, bu hadisəni mənə Bibioğlu Seyid Cabbar danışıbdı. İndi mənim arzum var ki, o yeri gedib özüm görəm və orada bir video çəkəm, ancaq hələ ki, bu mənə qismət olmayıb. İnşallah qismət olar. Yəqin ki, o Qoşa kəndindən olanlar bəlkə də onu bilirlər, çünki o qayanı Seyid Əmid özün atan qaya adlandırılmışlar, həmin bölgənin adamları. Demək, xülasə, babamın qollarını açmırlar, gəlir atın üstündə, o qayanın üstündən keçən vaxt əli qolu özün qayadan atır. Özün qayadan atır aşağı. Onu həbs edib aparanlar deyirlər ki, yəqin buradan düşən sağ çıxar, yəqin öldü, getdi. Çıxıb gedirlər. Babam əli qolu orada aşağıda, qayada artıq yaralanır, amma əllərini açıb oradan yenidən öz qaçaq həyatına davam edir və bir neçə il sonra da orada öz fəaliyyətini davam elətdirir. Demək, qudurmuş, xalqı incidən kolxoz sədrlərini, saxta dırnaq arası bəyləri və s. layiqli şəkildə cəzalandırmış, xalqın belə deyək, keşiyində dayanmışdı. Ta ölənə qədər 1934-cü ildə xaincəsinə öldürüldüyü günə qədər Seyid Əmid xalqına xidmət etmişdir. Allah Teala Seyid Əmid babama və dünyadan köçən bütün xeyir əməl sahibi insanlara, qəhrəmanlarımıza rəhmət eləsin. Onların yerləri cənnət, ruhları şad olsun. Amin.